Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme yessir li emri ve eşrah li sadri ve ahlil uqdata min lisani yefkahu qavli. Ya mufahhimi Süleymane fahimna. Ya muallim İbrahim allimna. Allahümme allimna ma yenfa'una ve enfa'na men lemtena inneke entel alimul hakim. Allahümme beyin lana hakka hakkan varzukna ittiba'ahu ve beyin lana batıla batılan ve cübne min. Her şeyden önce Allah subhanahu ve teala'nın nimetlerine şükür etmeye lazımdır ve kul unutmalı değil ki ne kadar çok Allah subhanahu ve teala nimetlerine şükür ederse Allah subhanahu ve teala ona olan nimetlerini yani daha da artırar. Ve həqiqətən də hər bir qulun üzərində Allah subhanahu niməti yəni əvəzsizdir, saysızdır. Sanki o nimət itəndən sonra qul həmən o nimətin yəni qədrini bilir ki və hər bir nimət itməmişdən öncə onun qədrini bilib şükür etməyə lazımdır ki Allah subhanahu teala nimətlərini daha da yəni artırsın. Və biz bugün İmam Buxari rəhməhullanın iman kitabından keçən dərs 32-ci bölməni bitirdik və bugün də inşallah 33-cü baba qədəm qoyuruq. Müəllif buyurur ki, bu ziyadətil iman və nuqsanihi deyir, imanın qalxması və azalması, yəni babı. Və ümumilikdə müəllif buna uyğun, yəni təxminən bir 16-17 bölmə bundan əvvəl buna uyğun bir bab qeyd etmişdi və orada da möminlərin imanlarının bir-birindən fərqlənməsi, yəni bölümü idi. Yəni, hər bir mömin bir iman səviyyəsində deyil, bölməsini gətirmişdi. Və müəllif bugün də imanın qalxması və enməsi barədə yenə bölmə gətirir və müəllif burada öz mənhəcinə uyğun olaraq əvvəlcə ayələrdən sonra isə hədisləri gətirir. Müəllif buyurur ki, Allah subhanahu ta'alanın Kəf surəsindəki ayəsini gətirir ki, وَزِدْنَاهُمْ هُدَى və sonra Müddəthir surəsində وَيَزْدَادَ الَّذ۪ينَ آمَنُوا اِيمَانًا və eyni zamanda Maidə surəsinin 3-cü ayəsi Əl-yevm əkməltu ləkum dinəkum yəni ayəsini gətirir. Və əgər biz ayələrə baxsaq, görərik ki, Allah subhanahu wa ta'ala bu ayələrdə, 2 ayədə, yəni Maidə surəsindən əvvəlki ayələrdə, yəni imanın qalxmasından xəbər verir ki, biz onların yollarını, haqq hüda yollarını yəni artırarıq. Yəni insan əgər Allaha və onun Rəsuluna iman gətiribsə, Allah və Rəsulun əmirlərinə itaat edib, qadağanlarından çəkinirsə, belə bir halda davam edən müminin halı necə olar? Sanki imanı qalxmış halda, yəni imanı qalxar. Və Allah subhanallah o kəslərin imanını sabitləşər, qaldırar, dürüst eləyər ki, hansılar ki, bu yolun üzərindədirlər. Yəni, o əməllər olmadıqca insanın imanın qalxması ehtimalı nədir? Yoxdur. Yəni, nə zaman insan imanı qalxacaq, o zaman o əmirləri yerinə yetirib və yaxud da qadağanlardan çəkinəcək. Çünki imanın qalxmasına həm vaciblərin, yəni əmirlərin yerinə yetirilməsi və eyni zamanda da asiliklərdən, qadağan olmuş şeylərdən çəkinməsi birbaşa imanın qalxması və düşməsinə səbəb olan amillərdir. Və ikinci ayədə isə buyurur ki, وَيَزَدَ الَّذِينَ آمَنُوا اِيمَانًا və iman gətirənlərin deyir, imanı neyniyər? Artırar. Yəni, bu da əvvəlki ayə kimi müəllif qeyd edir ki, yəni, bu 2 ayələr imanın qalxması və düşməsinə dalət eləyən, yəni, ayələrdir. Əgər bir halda insan iman gətirib, salih əməllər edirsə, onun getmə ehtimalı haradır? İmanın qalxmasına, yəni o əməllər etdikcə imanı tədricən pillə-pillə başı neynəməyə? Qalxmağa. Yəni, hər bir xırda bir əməli imandan görüb əməl edirsə, yəni Allah onun əcrini qazanmaqla əmrinə itaat eləmək və qadağandan çəkinmək baxımından edirsə, bu əməllər səbəbi ilə o insan imanı eynir, yəni qalxır. Və hər bir asilik, əgər insan asilik edirsə, Allah onun əmrlərini yerinə yetirməyib, qadağanlarından çəkinmirsə, yəni qadağanlarını edirsə, bu insan imanısa düşməyə doğru gedir. Və 3-cü ayədə isə müəllif gətirib ki, Əl-yevm əkməltu ləkum dinəkum. Biz bugün sizin dininizi kamil etdik, yəni ayəsini gətirib. Bu ayə də, yəni, əgər bir insan kamilliyə doğru getmək istəyirsə, yəni kamil bir mömin
səviyyəsində olmaq istəyirsə, kamil möminlərin siyasına düşmək istəyirsə, Allah Subhanahu dərgahında kamil möminlərdən sayılmaq istəyirsə və o insan hər bir eşitdiyi əmri bacarmalıdır, neynəsin? Yerinə yetirsin. Və onun o əməllər, yəni etmək baxımından etdikcə onun imanı nəyə doğru gedir? Kamilləşməyə doğru getir. Aydındır? Yəni, hər bir itaəti yerinə yetirib, hər bir asildən çəkinən insanın imanı kamilləşməyə yəni doğru gedir. Və müəllif yəni bu ayəni gətirib və arxasında buyurur ki, فَإِذَا تَرَكَ شَيْئًا مِنَ الْكَمَالِ فَهُوَ النَّاقِسٌ və müəllif buyurur ki, əgər kamilliyə aparan əməllərdən nəyisə tərk eləsə, o kamillik nə idi? Əksidir. Yəni, naqislidir. Əgər qeyd etdiyimiz kimi, yəni bu ümumiyyətlə Əhlüsünnənin mühüm usul etiqadlarındandır ki, yəni insan əməl etdikcə neyniyir? İman qalxır. Və asıl etdikcə, yəni kamilliyə doğru aparan əməllər etdikcə nə olur? Kamilləşir. Və kamilliyin əksi olan əməllər etdikcə neyniyir? Kamillik başlayır neynəməyə? Naqisləşməyə. Aydındır. Və bu da həqiqətən də Əhlüsünnənin yəni usul etiqadıdır ki, yəni biz iman məsələsində də kitabın əvvəlində keçəndə qeyd elədik və qədər barəsində danışanda qeyd elədik ki, ümumiyyətlə Əhlüsünnənin etiqadıdır bu. Hansı ki, bu usula, bu qaydaya görə Əhlüsünnəyə bir çox firqələr çıxıb, müxalif çıxıb. Xavariclər, murciyələr, cəhmiyyələr, qədərlər və s. Yəni, hər hamısı, bütün bu müxalif olan firqələr bir mənalı olaraq imanın həqiqəti Əhlüsünnə nədir deyə onu qəbul etmədilər. Və yaxud da ki, onu özləri başa düşən kimi nədilər? Qələmə verdilər və onu da o cür etiqad edib daşıdılar. Amma bu məsələdə bir dənə yüngül incəliyi var ki, çox güman ki, yaxın, yəni 1-2 günün ərzində, yəni gələcək dərslərin birində, yəni həc mövzusu ilə, daha doğrusu həc mərasimi ilə bağlı olaraq, yəni dərsləri yekunlaşdıranda, sonunda biz iman barəsində Əhlüsünnənin əsas ümumi etiqad qaydaları məsələsindən yəni danışacağıq və o ilə də Allahın iznilə bir də həcdən sonra davam edəcəyik Allahın iznilə. Və biz orada bu məsələnin daha incəliyinə gedib çıxacağıq ki, yəni bugünkü gündə görürsən ki, bəzi firqələr, yəni daha doğrusu elə Əhlüsünnənin özünün içində olan firqələr, yəni Əhlüsünnənin özündə olan bəzi ixtilaflara görə görürsən ki, kimisə Əhlüsünnədən, məsəl üçün, Quranı, namazı tərk edəni kafir görmədiyi halda, digər bir tərəf bu nədə ittiham eləyir? Murciəlikdə və əksinə. Əgər kimsə namazı qılmayanı kafir sayırsa, digər tərəf bu nə sayır? Xavaric, təkfirci və yaxud da nəsə aydındır. Və biz Allahın izni ilə, yəni bu balaca ipucluğudur veririk ki, yəni mühüm diqqətli olaq bu barədə ki, yəni gələn dərslərimizdə bu mövzuyla biz yekunlaşdıracaq ki, inşallah. Və biz orada Allahın izinə qeyd edəcəyik ki, yəni Əhl-i-Sünnədən, sələfdən dəlil gətirib qeyd edəcəyik ki, ümumiyyətlə Əhl-i-Sünnədə iman barəsində bir dənə mühüm qayda var. Əhl-i-Sünnəyə görə iman nədir? Söz, əməl, etiqad. Əhl-i-Sünnəyə görə iman qalxır və düşür. Və Əhl-i-Sünnəyə görə iman nə ilə qalxır? İtaətlə. Yəni evdə uzanıb yatmaqla, yəni pirəşki satmaqla yox. Əhl-i-Sünnəyə görə iman itaətlə qalxır. Və Əhl-i-Sünnəyə görə iman təkvir eləməklə neyniyir? Yəni, kimisə təkvir eləməklə iman o ilə qalxmır. Əhl-i-Sünnəyə görə iman əməllə qalxır. Və eyni zamanda iman nə ilə düşür? Asillə düşür. Və sələflərin mühüm etiqadıdır bu barədə ki, kimsə desə, əməllər imandandır bir, iman qalxır və düşür, onun əvvəli də və axırı da ircədən çıxıb. Yəni, o insan murciə deyil. Yəni, Əhl-i-Sünnə ittifaq edib ki, əməllər, iman 3 hissədən ibarətdir. Söz, əməl, etiqad. Qalxır və düşür. İtaətlə qalxır, asili ilə neyniyir? Düşür. Bu etiqadı daşıyan insan mütləqən olaraq ircədən, murciə deyil o insan. Əgər Əhl-i-Sünnədə bu ittifaqdırsa və Əhl-i-Sünnədə ixtilaf nədədir? Namazı tərk edən kafir yoxsa kafirdir. Yəni, Əhl-i-Sünnə ittifaq edir ki, namaz nədəndir? İmanlı. Kim bunu etiqad edirsə, murciə sayılmaz. Və ona görə Şeyx Albani namazın tərki barəsində kafir deyil məsələsini qaldıranda, düzdür, balaca cocuqlar qayıtdılar ki, Şeyx Albani murciədir. Artıq var, murciə olub, belə niyə görə namazın tərkini kafir görmür?
Və İbn Hüseymin Rəhmallıya, yəni biz qulağımızla eşitdik bu məsələni ki, Hüseymin Rəhmallı deyəndə ki, Şeyx Albani murciə belə qayətdə dedi ki, kim Şeyx Albani murciədə iddiam edirsə, o özü ya Şeyx Albani tanımır, ya da ümumiyyətlə irzə nədir onu tanımır. Aydındır. Və eyni zamanda gəlib soruşanda Şeyx Albani Hüseymindən soruşanda Hüseymin Rəhmallah dedi ki, bizi Şeyx Albanidən soruşmaq lazım, onu bizdən yox. Yəni, kimsə bugün namazı tərk edəni, kafir görmürüksə deyəni murciə sayırsa, o insan özü əhl-i sünnənin etiqadında xata yol vermiş olur. Və unutmayın ki, burada tərk etmək məsələsi inkarən demək deyil, qardaşlar. Yəni, inkarən nədir? İttifaqdır ki, o insan nədir? Hətta hər bir İslamın hər hansısa bir vacib əməllərini cəhdən, yəni cəhd edərək, inkar edərək, yəni inkar edirsə o insan nədir? O insan kafirdir. Məsələ ixtilaf nədədir? Namazı səhlənkarlıqdan tərk edənin hökm barəsindədir. Və biz Allahın izni ilə, yəni Allah Subhanahu da bizə haqqı bəyan etsin, əsas məqsədimiz haqqı ortaya çıxartmaq olsun. Gələn dərslərimizdə biz bu məsələni Allahın izni ilə bacardığımız qədər bəyan edərik ki, yəni görəcəyik ki, Allahın izni ilə ki, əhl-i sünnədə ixtilaf iman məsələsində deyil. Əhl-i sünnədə ixtilaf məhz namazı tərk edənin məsələsindədir. Amma namazın özün imandan olması isə əhl-i sünnənin ittifaqıdır. Aydındır. Və sadəcə bu bir başlıq idi ki, qeyd elədik ki, yəni bugün çox qardaşlar bu barədə görürsən ki, hətta Mədinə tələbələrini iqam edirlər ki, qardaşlar haqqı gizlədirlər, neyirlər, nədir məsələ? Bəs namazı qılmayan kafirdir, sən demə bizim xəbərimiz yoxmuş. Və bu da artıq cahiliyyətin, yəni başqa bir tərəfidir. Aydındır. İnşallah Allah Subhanahu taala hər bir haqqı axtaranı, yəni Allah rızasını haqqı axtarıb bəyan edən Allah Subhanahu Allahın izni ilə müvəffəq eləyir. Və qeyd etdiyimiz kimi, yəni müəllif imanın qalxması və düşməsi bəndində, yəni ayələri gətirəndən sonra müəllif Ənəs radiyallahu anh hədisinə keçir ki, Ənəs radiyallahu anh buyurur ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləm qal, يخرج من النار من قال لا إله إلا الله وفي قلبه وزن شعيرة من خير ويخرج من النار من قال لا إله إلا الله وفي قلبه وزن برة من خير ويخرج من النار من قال لا إله إلا الله وفي قلبه وزن ذرة من خير قال أبو عبد الله قال أبان حدثنا قتادة حدثنا أنس أن النبي صلى الله عليه وسلم قال من إيمان مكان خير. Və müəllif burada Ənəs radiyallahu anh hədisini gətirib və buyurub ki, Ənəs radiyallahu anh dedi ki, Peyğəmbər sallallahu dedi ki, oddan çıxacaq ki, o kəslər ki, kimlər ki, dedilər, Lə iləhə illallah və qəlblərində arpa boyda xeyir olanlar, arpanın çəkisi boyda xeyir olanlar. Və buyurdu ki, və oddan çıxacaqlar o kəslər ki, kimlər ki, Lə iləhə illallah dedilər və onların qəlbində buğda boyda iman olanlar. Və oddan çıxacaq o kəsilər ki, kimlər ki, dedilər, Lə iləhə illallah və onların qəlbində zərrə qədər, yəni xeyir olanlar. Və başqa rivayətdə isə Ənəs radiyallahu anh gətirir ki, yəni xeyir sözünə vəzinə məhz burada iman sözünü işlədib. Yəni iki rivayət gətirib, bir rivayətdə, yəni qəlbində miskal, qəlbində buğda, arpa, zərrə qədər xeyir, bir rivayətdə gəlib ki, qəlbində arpa, buğda və zərrə qədər iman rivayətini gətirib. Və həqiqətdə bu hədis birbaşa olaraq Lə iləhə illallah kəlməsinin əzəmətinə, onun qiyamət günü tovhid əhlinin halına olan birbaşa olaraq təsirindən yəni söhbət gedir ki, o insanlar ki, yəni Lə iləhə illallah dedilər və onların qəlbində buğda, arpa qədər və zərrə qədər xeyir olanlar, onlar oddan çıxacaqlar. Ümumiyyətlə, bu cür hədislər Quran və sünnədə, daha doğrusu İmam Buxari, İmam Müslimdə və Abu Davud, Tirmizdə, İbn Macədə bu gözəl, bu mövzuda hədislər var ki, və bu hədislər barəsində bəziləri, kimlər ki, namazı tərk edəni mütləqən kafir görürsə, onlar bu hədisləri birbaşa olaraq, yəni hədisin zahirinin necə gəlibsə, ona deyirlər ki, burada Lə ilahın içində də bütün əməllər də nədir? Daxildir, aydındır. Və eyni zamanda onlar rədd qaytarmaq da olar ki, əgər Lə ilahın tərkibində bütün əməllər varsa, bu o deməkdir ki, yəni bütün əməlləri etməyəndə nə olacaq?
cənnətə girməyəcək. Əgər bu məfhumla götürsək ki, bu la ilahe illallahın içində bütün əməllər varsa, deməli, olmayanda nə olacaq? Cənnətə də girməyəcək. Yox, əgər desək ki, burada əsas bir dənə namaz, başqaları yoxdur. Ancaq burada la ilahe illallahın tərkibində o namaz var, başqa bir dənə namaz var, qalanlar olması da olar. Bu da artıq hədisin zahirinə və sələf-i salihin bu hədisin anlamında gətirdikləri şərhlə nədir? O da müxalifdir. Və həqiqətdə bu cür məsələlərdə biz daha xüsusi diqqət verməliyik sələfin fəhminə. Çünki bugünkü günlərdə bir çox hallarla, yəni yerlərlə, mövqelərlə bağlı görürsən ki, böyük alimlərə istənilən sualı verib, istədiyin cavabı ala bilərsən. Yəni, bu insanlar müşrikdir və eləq və s. namaz qılma, filan şey, filan eləmə, hökm nədir? Müşrikdir və ya da kafirdir. Yəni, bu cür cavab almaq olar. Ancaq insafdan olar ki, ədalətdən olar ki, bu cür rivayətləri biz, bu cür rivayətlər barədə konkret olaraq nəsə bir rəy söyləmək istəyiriksə, bizim bu oyundan üçün əsas məsələ olmalıdır. Bu cür məsələlərdə bütün rivayətləri toplayıb onların şərhini dərk eləyək. Və biz belə bir halda gəlib görəcəyik ki, vaxt olub, İslamın əvvəlində olduğu kimi insanlardan tələb olan əməl nə olub? Ancaq la ilahe illallah kəlməsi olub. Təxminən 10 il. Və 10 il sahabələr yalnız bu əməlin üzərində ölüblər. Həc vacib olmayıb. Cihad fərz olmayıb. Zəkat fərz olmayıb. Oruc fərz olmayıb. Namaz fərz olmayıb. 10 il sahabələrdən, hidayətə gələn möminlərdən tələb olunan əməl nə idi? La ilahe illallah kəlməsi. 10 il. Və 10 ildən sonra artıq İsra Meyracda namaz rukunu fərz olandan sonra həmən imana nə qoşuldu? Namaz. Və sonra tədricən zəkat. Sonra tədricən və ya oruc və ya da həc, ondan sonra cihad və ya da birrul valideyn, qonşuğa yaxşı və s. əməllər başa neynəməyə? Hamısı yavaş vacibləşdikcə qoşuldular nəyə? İmana. Aydındır. Və həmçində bu hədisi bu cür demək o demək deyil ki, əgər bu bütün əməllər varsa və onları la ilahe illallahın deyib onları eləməyənlər də kimlərdir? Cəhənnəmlidir. Bu məntiqdə düz sayılmaz. Niyə görə? Çünki İbn Macədə də Huzeyfə radiyallahu anh hədisində də açıq-aşkar gəldiyi kimi Peyğəmbər s.ə.v deyir ki, vaxt olacaq. Quran, sünnə artıq nə olacaq? Qalxacaq. Namaz, oruc, əməllər qalxacaq. Və insanlar öz aralarında bir dənə nəyə kəlməsi işlədəcəklər? La ilahe illallah kəlməsi. La ilahe illallah kəlməsi. Və sonra tabiin, sahabədən soruşur ki, o onları oddan qurtaracaqmı? Huzeyfə çönür ki, tuncihim minənlər, deyir. Onları oddan qurtaracaq. Yəni, əgər biz hədisin bu cür şəhrinə baxsaq və eyni zamanda biz bunu o biri cürdə, Huzeyfənin hədisi kimdə bunu deyə bilərik, aydındır. Yəni, bu hədislərin cəmi onu göstərir ki, və vaxt olur, insanlar ancaq onlardan tələb olunan la ilahe illallah məsələsi olursa, onların boyuna düşən təhcə la ilahe illallah sayılır. Əgər vaxt olursa, necə hədislərdə gəldiyi kimi, la ilahe illallah kəlməsinə başqa əməllər də qoşulubsa, deməli o insan mömin sayılmaz, yəni kamil mömin sayılmaz, hətta la ilahe illallah'a qoşan o bir əməllərdə neynəməyən qədər? Gücü çatan qədər, yerinə yetirməyənə qədər. Və eyni zamanda da vaxt da gələcək, heç bir əməl olmadıqda yenə də tələb olan kəlmə nə olacaq? La ilahe illallah kəlməsi olacaq. Sadəcə bizim bugünkü dərsimiz la ilahe illallah kəlməsinin ətraflı şərhindən deyil. Ona görə bizə imkanımız, yəni məhdudiyyətlidir, vaxtımız məhdudiyyətlidir. Yəni biz bir dənə la ilahe illallah kəlməsi haqqında bütün hər bir məlumatı söyləyək. Bunun üçün də özünün xüsusi bir dərs olmalıdır. Xüsusi bir dərs olmalı ki, la ilahe illallah barəsində, yəni onun bütün rivayətlərin toplanması və onların hər birinin ayrı-ayrı izahı və nəticədə isə bu cür hədislərin hər birinin öz məqamına, yerli yerində tətbiq olunması. Yəni biz heç bir halda bir hədisi götürüb, o bir hədisi tərk edə bilmərik. Əgər onlardan biri o birisini nəsx etməyibsə, əgər biri nəsx edib, biri nəsx olunubsa, aydın məsələdir. İkisi də səhidir, ancaq biri nədir? Nəsxdir, biri də mənsuqdur. Necə məsələ üçün Peyğəmbər sallallahu aleyhi ve sellem qəbir ziyarətinə getmək barəsində. İslamın ilkin vaxtlarında Peyğəmbər sallallahu aleyhi ve sellem
qəbrə ziyarət etməni eləmişdi? Qadağan etməmişdi. Qadağan etmişdi. Və rivayətlərin çoxunda da o göstərilirdi ki, çünki insanlar cahiliyə adətlərini tərk etməmişdilər, xüsusən də qadınlar. Yəni gedirdilər, üz-gözlərini cırırdılar. Düz o adət bizdə də var. Saçlarını yolurlar, ciblərini dartıb cırırlar, nə bilim, paltarlarını zaten cırırlar və bu adətlər cahiliyə dövründə də olmuşdu. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də şəriətin himayəsində dayanan bir mühüm vəzifəni yetirən bir şəxs kimi, Peyğəmbər kimi, təbliğatçı kimi o amilləri neynədi? Təmiz qadağan elədi. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem İslamın ilk əvvəlində hədisləri yazmağa qadağan etdiyi kimi. Aydındır. Necə İslamın əvvəlində Peyğəmbər sallallahu aleyhi və səlləm hədisləri yazmağa qadağan etdiyi kimi və qəbrə ziyarət etməyə dinləmişdi, qadağan etmişdi. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm artıq görəndə ki, insanlar artıq o mərhələni keçiblər. İnsanlar artıq Allah subhantan qəza və qədər məsələsində artıq kamilliyə doğru gedirlər. Bunlar özlərini idarə etmək, o cür bəlalarda, sıxıntılarda öz mövqələrini bilirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm artıq icazə verdi və dedi ki, mən sizi qəbri ziyarət etməyi qadağan etmişdim, elə isə neyiniyin? Ziyarət edin, çünki o axirəti neyiniyir? Xatırladır. Aydındır. Və hədisin ikisi nədir? Səhihdir. Ancaq ikincisi birini neynədir? Sildi. Yəni, hökmünü qaldırdı. Əslində, hədis səhiydi, amma hökmü nədir? Hökmü artıq, yəni ikinci hədis vasitəsilə hökmü, yəni qalxmış sayılır. Və bu cür hədislərdə isə biz deyə bilmirik. Bu nasixdir və ya da bu mənsuxdur. Çünki sələf bu barədə bunları nəs mənsux etməyib. Sadəcə sələf hər bir bu cür rivayətlərin toplanması və hərəsin özünün mövqeyi, məkanı, vaxtı, zamanı, tətbiqi məsələsini iniblər. Özlərinin buna olan şərhləri var ki, və buna, yəni bu cür, düzgün metodla, sələf metodla yaxınlaşmaq istəyən bu hədislərin şərhlərini, yəni şərhlər olan kitablardan toplayıb, yəni oxuya bilərlər. Və burada isə Peyğəmbər sallallahu əleyhi və səlləm bildirir ki, qəlbində arpa çəkisi qədər. Birinci Peyğəmbər sallallahu əleyhi və səlləm arpanı bildirir və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm ondan kiçik olan buğdanı bildirir və üçüncü də Peyğəmbər sallallahu əleyhi və səlləm yəni zərrəni bildirir. Və zərrə nədir? Zərrə şərhçilər qeyd elədilər ki, o günəşin işığında görsənən, günəşin şüasında görsənən, elə bir ki, sümbülün üstlərində olan hissəsi qədər, o belə də görsənmir. Günəşin işığı düşəndə görsənir. Və bəzə dedilər ki, zərrə burada xırda qarışqalar nəzərdə tutulur. Yəni, ən xırda qarışqalar nədir? Zərrəciklər odur. Və İbn Abbas radiyallahu anh dedi ki, zərrə odur ki, sən əlvi torpağa vurursan, yəni düzgün hamar torpağa vurursan və sonra əlvi bir-birinə çırpırsan və ondan tökülən dənəciklər nədir? Onlar deyir, zərrədir. Və bir rivayətdə də gəlib ki, yəni sahabilərin rivayətdən gəlib ki, xardəl 4 dənə zərrəcikdən nədir? İbarətdir. Yəni 4 zərrəcik bir yerdə xardəli gətirir. Çünki bir rivayətdə gəlib ki, bəlkə rivayət qarşımıza çıxacaq ki, kimin qəlbində xərdəl qədər iman var. Və bir rivayətdə də xərdəl o 4 dənə zərrəciyi özündə birləşdirən, yəni miqdarı, çəkidir. Və burada Peyğəmbər sallallahu əleyhi və səlləm bildirir ki, qiyamət günü hər bir əməlin özünün nəyi olacaq? Özünün çəkisi olacaq. Əgər məsələ burada zərrə qədər çəkidən söhbət gedirsə, deməli, hər bir mömin əməlləri edəndə onların kiçiyinə, böyünə fikir verməsin. Deməsin, bu kiçikdir, bunun nə çəkisi olacaq ki? Və ya da bunun nə dəyəri var ki? Və ya da bunun nə dəyəri var? Ancaq biz İslam şəriətini araşdıranda, oxuyanda, öyrənəndə biz görürük ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm insan əkin-biçinlə məşğuldur ki, özü üçün ruzu qazansın. O niyyətlə əkil becərirsə və oradan hər hansı bir heyvan gəlib yeyirsə, quş, inək, qoyun və ya da oğru gəlib oğruyub aparırsa, onun hər apardıqlarına görə insan nə qazanır? Savab qazanır. Və ya da ki, hər canlı ciyəri olan, yəni hər bir canlı, istər heyvan, istər insana görə savabın olunması var. Necə Peyğəmbər bildirdiyi kimi, bir qadın pişiyə görə nə edəcək? Cəhənnəmə düşəcək. Və bir kişini də, pozun qadını da Allah subhanətə Allah
itə su verdiyindən ötürü neynəyəcək? Əff eləyəcək. Və bütün bu rivayətləri biz oxuyanda görürük ki, həqiqətən də İslam dini olduğu kimi aləmlərə bir rəhmətdir. Yəni, İslam dinində bugünkü yahudiliyin və yaxud da ki, xristiyanlığın dinində kimi terrorizm, insanları qırmaq, öldürmək yoxdur. Onlar bugün elə bir təbliğata əl atıblar ki, sanki müsəlman, saqqallı, hicablı, niqablı müsəlman bir terrorist kimidir. Ancaq əslində isə terroristlər kimlərdir? Elə həmən yahudi və xristiyanların özü. Yəni, baxsa, görsək, müsəlmanların başına gələn bütün bəlalarda hamısı nəyin kimlər tərəfindəndir? Özlərinin, yəni qrup elədiklərdir. Sadəcə biz müsəlmanlar dinimizdən xəbərimiz olmadığı üçün biz o fitnələrə neyinirik? Tez allanırıq. Hətta firqələrə baxsaq görsək, son 2 əsrdə çıxan firqələrin çoxunun yaranmasında birbaşa müdaxiləsi olan kimlərdir? Yahudi və xristiyanlar. Baptistlər, Qadiyaniyələr, bir çox firqələr var ki, yəni son 2 əsrdə çıxan, yəni 19-20-ci əsrdə çıxan firqələrin, sonra Qurançılar firqəsi, hansı ki 60-70 il əvvəl Pakistanda meydana çıxmaya başlayan firqə, bunların birbaşa onların təkan vericisi kim sayıldı? Əlbəttə ki, Yahudi və xristiyanlar. Aydındır. Və bugünkü günümüzdə də bir çox belə firqələr var ki, və hətta ki, bir çox bugün sələf dəvətinin, əhl-i sünnənin dəvətini parçalamaq istəyən cəmaət var ki, onlar özləri də bilmədən başqa bir kimsələ neynirlər? Xidmət eləyirlər. Aydındır. Və həqiqətdə isə bütün o cəhalət nədən ötürüdür? Nədən meydana gəlib? Öz dinimizi bilməməyimizdən ötürü. Əgər biz dinimizi Quran və sünnənin işığında sələf-i salihin başa düşdüyü tərzdə və müasir sələflərin izah elədiyi formada biz dinimizi dərk eləməyə çalışsaq və biz öz düşmənimizi dostumuza neynəyəcəyik? Aid edə biləcəyik. Və nə qədər ki, biz öz dinimizdən uzağıq və öz dinimizi sələf-i salihin mənhəcinə və müasir sələf alimlərin metoduna uyğun başa düşə bilmiriksə və yaxud da düşmək istəmiriksə, biz bir o qədər də zalətə gedib sələfin mənhəcindən, fəhmindən, yolundan, metodundan, üslubundan neynəyəcəyik? Uzaq düşəcəyik. Aydındır. Nə qədər ki, biz sələfə ittiba edə bilmiriksə, biz uzaqlaşırıq. Və nə qədər biz sələf-i salih ittiba eləməyə çalışacaqsa, biz bir o qədər də dilimizə bir o qədər yaxın olacaq. Və bu hədis bizə açıq-aşkar göstərir ki, La ilahe illallah, kəlməsinin dəyəri, dərəcəsi heç də xırda deyil. Heç də bəzilərinin dərk elədiyi kimi deyil. Həqiqətən də La ilahe illallah kəlməsi necə ki, səhih hədisdə gəldiyi kimi, qiyamət günü 99 sicil, 99 kitab dəftərin yazdığı günahlardan neynəyəcək? Ağır gələcək. Əgər bu kəlmə o cür mahiyyəti özündə daşıysa, deməli, bu kəlmənin dəyəri onda yazılanlardan da nədir? Daha ağırdır, daha böyükdür, daha önəmlidir. Və hər birimiz o La ilahe illallah kəlməsinin altında olan mənaları, əmirləri, qadağanları, şərtləri eləməliyik, tətbiq eləməyə çalışmalıyıq. Əgər bir kəs La ilahe illallah kəlməsi deyibsə, onun mənasını da heç qavramır, bilmir, o kəlmə ona nə fayda verəcəkdir? Əgər bir insan La ilahe illallah kəlməsi işlədir və Allahdan başqasına qurban kəsir, La ilahe illallah kəlməsinin faydası var yoxsa yoxdur? Yoxdur. Əgər kimsə deyirsə, kəlmə işlədir, əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammedən Rasulullah və əlavə edir ki, ya Ali sən özün kömək ol, ya Hüseyin sən özün kömək ol. Bu həqiqətdə la ilahe kəlməsinin ziddidir. Bu həqiqətdə birbaşa şirkin, küfrün özüdür ki, o la ilahe illallahın tam ziddidir. Və o cür etiqadlar birbaşa olaraq insanı dindən çıxarmağa ehtimalına bərabərdir. Əgər kimsə deyir ki, la ilahe kəlməsi nədir la ilallah? Deyir, Allahdan başqa Allah yoxdur. Yəni, əgər Allahdan başqa Allah yoxdur, nə deməkdir o sözün özü? Yəni, muradın nədir o söz deməkdir? Yəni, Allahdan başqa yaradan yoxdur, yoxsa Allahdan başqa ruzu verən yoxdur, yoxsa Allahdan başqa uşaq verən alan yoxdur. Nədir o məqsədin? Deməkdə məqsədin nədir? Və əgər bunu araşdıranda görəndə ki, onun La ilahe illallah kəlməsindən deməkdə məqsədi Allahdan başqa Allah yoxdur, yəni yaradan, öldən, dirildən yoxdursa, bu barədə ixtilaf yoxdur. Bunu müşriklər də bu etiqad eləyir. İxtilaf hansı məsələdədir?
ibadətə layiq olan məbud yoxdur mənasındadır ki, və bugünkü insanlar o mənanı başa düşmədiklərindən ötürü Allah Subhanahu taala Həsəni, Hüseyni, Əlini, İmam Cəfəri və ya və s. Abdülqadir Ceylanini, Həsən Əl-Bədavini kimi neynirlər? Şərik tuturlar. Sufi şeyxlər öz şeyxlərini, rafizlər özlərinkini, bu birisilər. Yəni, hər bir kəs elə illallah kəlməsini əgər düzgün anlama, düzgün başa düşməyib, düzgün tətbiq etməyib, düzgün yerinə yetirməyib, düzgün fəhmdə onu qavramayıbsa, o əlbəttə ki, Həsən Əl-Bədavini ona şərik tutacaq, Abdülqadir Ceylani şərik tutacaq, Əlini şərik tutacaq, Hüseyni şərik tutacaq və eləxə və s. Hətta bugünkü günümüzdə, yəni çox uzağa getməyək, bizimki lüğatları da başa düşmür, imam deyirəm, o əhtağa olması, nə bilim kim 15 barmaq olsun, nə bilim kim olsun, bütün bunlar da həmən şirkin yəni bir üslubudur. Və biz bugün o çox təəssüflənir ki, bugün qardaşlar o tağut deyib bağırırlar, qışqırırlar, ancaq unudurlar ki, onların dedikləri, yəni tağut hökumət məsələsindən başqa da tağut məsələlər var, biri də şirkin özüdür. Biri də Allahdan başına ibadət etməkdir ki, o mövzu onlarda yoxdur. Sanki, necə ki, İbn Qeym Rəhməllah gətirdiyi kimi, tağutun əsas 5, yəni başı var, 5 əsas böyük qismi var ki, bugünkülər ancaq bir dənə tağut, hakimiyyət məsələsində tağutdan danışır. Başqa tağut onlarda sanki yoxdur. Niyə görə yoxdur? Çünki o tağut məsələlərindən danışan insanın birinci özü o asiləri eləməlidir, tərk eləməlidir. Və onlar o asiləri qoyurlar, bir qara o xırda məsələdir, böyük məsələ nədir? Hökm bi qeyri mənzəlallah. Allahın başqına hökm vermə məsələsidir. Ancaq gəlsək, baxsaq, görsək, Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətin ilk öncü nədən başladı? Hakimiyyətdən yoxsa ki, fərddən. Hakimiyyətin tağutdan yoxsa ki, yerdəki tağutdan. Yoxsa ki, insanların şirk küfr elədiyi tağut. Əlbəttə ki, insanların şirk elədiyi küfr tağutdan. O tağut məsələsini Peyğəmbər s.ə.və əmirlər artıq Mədinə dövründə gəlmişdi. Hansı ki, o dövrlərdə artıq insanlar o mərhələləri keçmişdilər və onların şəriəti o cür əməllərlə neynirdi? Kamilləşməyə doğru gedirdi. Ancaq bugünkü də biz sehirbazın tağutunu, şirkin tağutunu, ondan sonra kahinin tağutunu, başqa tağutlarla qoyaq qırağa bir dənə Allahın hökm verməyən tağutundan danışsaq, bunu birbaşa qıraqdan baxsa görərək ki, sanki İxvan-ı Müslim ideologiyasını apardığı dövlət siyasətidir. Sadəcə bu adlandı. Kimsə deyir ki, Həsən Əlbandan Seyyid Qutbun təbliğanda aparır, deyəcək, yox, İxvanlardır. Ancaq bu baxımdan, bunlar tofidə, nədən danışırlar? Hakimiyyətin nə məsələsidir? Tağut məsələsidir. Nədir o tağut məsələsi? Allahın hökmünə hökm vermə məsələsi. Əgər bugün biz o hökmlərə hazır deyiliksə, bugün insanlar o məsələlərə, hökmlərin tətbiq olmasına hazır deyilsə, hansı bugün biz tağut məsələsindən danışa bilərik? Bugün ibadət edənlərin sayı qoy olsun bir 150-200 min adam olsun. Əgər hakim birdən-birə sabah İslam qanunlarına hökm verəsi olsa, 9 milyon 800 min adam boynu vurulmalıdır. Deməli, belə sır ki, onların dediyi o tağutun əgər açsa, yerinə İslam hökmləri gəlsə, sadəcə bu boyda 864 min kvadrat kubmetr yerdə kimlər yaşamalıdır? 200 min adam. Yəni, sənin torbağın buradan Əhmədliyə qədər, filan kəsin torbağı Əhmədlidən Novxaniyə qədər, bu boyda ərazi sən tək yaşayacaqsan. Hansı qayda qanunlandır bunlar? Yəni, hansı İslam dəvəti iləndir? Və bu özü cahilliyin bir növüdür. Dəvəti tanımamağın bir növüdür. Yəni, dəvətin usul və qaydalarını bilməməyin bir növüdür. Hansı məsələdən dəvət eləməyə başlamağın bilməməyin bir növüdür. Gəlin, baxsa görsə Peyğəmbər s.ə.v dəvətini, Peyğəmbər s.ə.v birbaşa o məsələlərdən danışmayıb. Hətta onlar Peyğəmbər s.ə.v la ilaha kəlməsini təbliğ edəndə gəldilər, dedilər ki, istəyirsən ən yaxşı qızla evləndirək. Dedi, yox. Dedi, böyülük istəyirsə gəlsən nə verək? Böyülük verək. Yəni, hakimiyyət verək. Peyğəmbər s.ə.v qəbul edir, yoxsa yox. Dedi, yox, deyin ki, la ilahe illallah. Və tovhidin, dinin məhz ilk təbliğatı da o kəlmədən başlayır. Çünki o kəlmədən başlanan tovhid, o məsələlərə çıxanda artıq hamı o məsələni dərk edə bilir. Ancaq birdən bir insan İslama gəlib, bugün la ilahe illallahın şərtlərini bilməyən, tovhidin, əmirlərin, qadanların dərk eləməyən insan bugün elə bir məsələdən danışır ki, özü oxuyanda o məsələləri başa düşmür. Aydındır. Və Allah subhanətə elələrdən bizi hifz eləsin. Və
qeyd etdiyimiz kimi müəllif yəni bu hədisdə yəni la ilahe illallahın mənziləsindən danışır və la ilahe illallahın yəni qiyamət günü insana nə boyda fayda verəcək bir amil olduğunu bildirir. Sonra da müəllif bu bölmədə ikinci hədisə keçir və hədis Ömər ibn Xattab radiyallahu anh hədisi ki buyurur ki Ənə raculan minəl yəhud qalə ləhu yə əmirəl müminin əyətun fi kitabikum تقرؤونها لو علينا معشر اليهود نزلت لاتخذنا ذلك اليوم عيدا قال أي آية قال اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا قال عمر قد عرفنا ذلك اليوم والمكان الذي نزلت فيه على النبي صلى الله عليه وسلم وهو قائم بعرفة يوم جمعة. Və müəllif ikinci hədisi Ömər ibn Xattab radiyallahu anh hədisini gətirir ki, Ömər radiyallahu anhu xəlifə olan vaxtda deyir, Yahudilərdən bir toplum gəldi və onların içindən biri dedi ki, ya əmirəl müminin. Və bunu da bir çox rivayətdə gətirir ki, bu Kəbul Əhbər idi. Yəni, Yahudilərin içindən bu gəlmişdi və bir rivayətdə də gəlib ki, onlar hamısı gəlmişlər, sadəcə bu onların içindən soruşsun. Və dedi, ey möminlərin əmri, deyir, sizin kitabınızda, yəni Quran-Kərimdə ayə var, siz onu oxuyursunuz. Əgər o biz Yahudilər toplumuna gəlsəydi, biz həmən günü bayram edərdik. Və Ömər radiyallahu anh deyir ki, hansı ayədir o? Dedi ki, bugün biz sizin dininizi kamil etdik və sizə nemətimizi tamamladıq və sizə İslamı din kimi yəni razı bildik. Və Ömər radiyallahu anh baxır və deyir ki, biz artıq həmən günün harada nazil olduğunu və kimə nazil, necə nazil olduğunu bilirik. O Arafa günü, Arafa günü, cümə günü düşən vaxtda Peyğəmbər sallallahu aleyhi ve selləm elə bir xütbə verən vaxtı, yəni cümə vaxtı, xütbə verən vaxtı, yəni o vaxtda, yəni cümə gündə deyir, nazil olmuşdur. Və bu hədis onu göstərir ki, Yahudilər, Peyğəmbər sallallahu aleyhi ve sellem dövründəki, sahabilərin dövründəki Yahudilər İslam dininin kamil din olduğunu neyinirdilər? Yəqin bilirdilər. Və bu baxımdan da Yahudilərin küfrünə küfrü sayılır, cühud küfrü, inkar eləmək küfrü. Yəni onlarda cahili deyil. Cahili küfrü kimdədir? Nasranilərdədir. Ancaq bu Yahudilərdə isə nə küfrüdür? İnatkarlıq küfrü. Necə Allah Subhanahu Quran-Kərimdə onlar haqqında bildirir ki, onlar Peyğəmbəri tanıyırdılar. Və onlar bilirdilər, o Peyğəmbər haqq Peyğəmbərdir. Və onlar Peyğəmbərə nazil olanları da çox gözəl dərk edirlər, bilirdilər. Və bu ayəni bilməkləri onların Qurandan xəbəri olmaqlarını bildirirdi. Və Yahudilər Ömər radiyallahu anh bildirir ki, yəni o ayə hansı ki, sizə nazil olub, siz onu bilirsiniz, oxuyursunuz. Əgər o bizə nazil olsaydı və bu da onu göstərir ki, Yahudilər tarix boyu özlərini seçilmiş bir ümmət, qövm sayıblar. Onlar hətta bugünün özündə də onlar qeyri-Yahudiləri İslama dəvətini eləmirlər, görmürlər. Və ona görə Yahudilərdə bugün dəvət yoxdur. Kimsə deyə bilməz ki, filan Yahudi təbliğat aparır. O ancaq öz Yahudilərini, öz dinini anlata bilər, qaytara bilər. Ancaq qeyri-Yahudilər Yahudiliyə dəvət olunmurlar. Və eyni ilə də onlarda Yahudilik ata tərəfindən deyil, ana tərəfindən keçirilir. Yəni orada gərək atadan yox, anadan doğulanda Yahudi. Yəni anon Yahudi olubsa, aton tutam ki, Xristiyan olubsa, sən Yahudi sayılırsan. Aydındır. Amma İslama görə isə övlad kimə nisbət olunur? Yəni atasına. Və onların ki, deməyi ki, ya əmirəl müminin, əgər bu ayə bizə nazil olsaydı, biz bunu bayram edərdik və bir çox rivayətdə gəlib ki, necə İbn Abbasdan soruşan İbn Abbas dedi ki, o dedilər ki, o ayə nə vaxt nazil olub? Dedi, o 2 bayram günü nazil olub. Fi'ideyn, 2 bayram günü. Hansı bayramlardır? Cümə, bir də Arafa. Cümə, bir də Arafa. Bu ikisi nədir? Bu ikisi artıq, yəni bayramdır ki, hansı ki bir çox hədislərdə Peyğəmbər s.ə.v yəni cümənin möminlərin bayramı olduğunu bildirir və eyni zamanda Arafa gündə müsəlmanların yəni dua elədikləri, duaların qəbul olduqları gün, qeyri-Arafada olanlarsa həmən günü orucla olmaqları nədir? Sünnədən yəni bəyənilir. Və rivayətdə olduğu kimi də sahabələr həmən günləri nə adlandırıblar? Bayramlar, yəni 2 bayram deyə yəni adlandırıblar. Və bu ayə birbaşa olaraq onu göstərir ki, həqiqətən də Allah Subhanahu va Taala öz dərgahında din kimi
qəbul etdiyi din yalnız və yalnız İslam dinidir. Və İslam dinindən digər dinlər, istər Yahudilik, istər Xristiyanlıq və istər iddia olunmuş bugünkü Krişnaitlik və yaxud da ki, Zərdüştlük və yaxud da nələr, bunlar hamısı Allah Subhanahu dərgahında məqbul din, yəni deyil. Allah Subhanahu dərgahında məqbul din yalnız və yalnız İslamdır ki, hansı ki, Allah Subhanahu Taala bu dinin əhkamlarını kamilləşdirib və ikinci də Allah Subhanahu Taala bu dində olan əhkamları birbaşa olaraq möminlər üçün nə sayıb? Neymət sayıb. Və həqiqətən də biz dəfələrlə qeyd edirik ki, İslam dininin böyük bir neymət olduğunu biz qeyri-müsəlmanlara baxanda görürük. Onlardan buddistlər, Xristiyanlar, Krişnaitlər, nə bilim, Yahudilər. Biz bunlara baxanda artıq İslam dininin nə böyük neymət olduğunu biz nə edirik? Açıq-aşkar görürük ki, və Allah Subhanahu taala həqiqətən də yəni bizə olan nemətləri, yəni saysız, əvvəlsizdir və bu nemətlərdən ən başlıcası məhz Allah Subhanahu taala bizi bu boyda dinlər olan, bu boyda dinə nisbət olunan cəmaatlar olduqları halda məhz Allah Subhanahu taala bizi yəni İslam dininə yəni hidayət edir. Və sonra müəllif bu bölmədən sonra 34-cü bölməyə qədəm qoyur və buyurur ki, "Əz-zəkatu minəl-İslam." Buyurur ki, zəkat yəni İslamdandır. Və müəllif burada deməli Beynə surəsinin ayəsini gətirib ki: "Və mə umiru illə liya'budullah muxlisinə lehu'd-din hunafa və yuqimu's-salah və yu'tuz-zəkə və zəlikə dinul qayyimə." Müəllif gətirir ki, yəni Allah Subhanahu deyir ki, onlar əmr olundular ki, yalnız xalis Allah Subhanahu taala ibadət edib, yəni onun hərif dini üzərində ibadət etsinlər və namaz qılıb zəkat versinlər və bu da Allah Subhanahu taalanın qayyim, yəni qaim olan, yəni dinidir. Yəni İslam dininin məsələ, yəni bunlardır. Və həqiqətdə isə bir çox ayələr və hədislərdə biz zəkat və namazı bir-birinə nə edirik? Yaxın görürük. Və alimlər, şərhçilər bu cür mənaları o cür açıqlayırlar ki, çünki deyir, bu iki əməldə həm Rəbbin haqqı, həm də qulların haqqı nə olur? Cəmləşir. Çünki namaz kimin haqqıdır? Allah Subhanahu Taala'nın haqqıdır. Və zəkat kimin haqqıdır? Zəkat da qulun haqqıdır. Aydındır. Əgər kimsə bu iki məsələdə naqisi edərsə, kimsə namazı səhlənkarlıq edib, namazı tərk eləyib, vaxtında qılmazsa, gecikdirərsə, qaza edərsə, o Rəbbin haqqını tapdalamış olur. Əgər kimsə zəkatı düzgün verməməklə və yaxud da ki, düzgün çıxarıb, düzgün paylamamaqla kasıbların haqqını eləmiş olur, tapdalamış olur. Və bu ki, iki unsur, yəni iki məsələ var ki, namaz və zəkat, yəni bunlar mühüm məsələlərdir ki, və çox hədislərdə və ayələrdə də Allah Subhanahu bildirir ki, onlar namaz qılıb zəkat versələr və sizin nəylərinizdir? Qardaşlarınızdır. Və namazı və zəkatı Allah Subhanahu Taala bir çox ayələrdə nə edib? Bir-birinə bitişik gətirib. Və eyni zamanda İslam kəlmə-i şəhadətdən də sonra ən böyük ixtilaf nəyin üzərindədir? Namazın. Və namazdan sonra ən böyük ixtilaf nəyin üzərindədir? Zəkatın. Məhz bu baxımdan Əbu Bəkir radiyallahu anh öz dövründə zəkatı inkar edənlərə qarşı, verməyənlərə qarşı nədir? Döyüş elan edir. Onlara qarşı, yəni savaşı, hətta onlar zəkatların gəlib ödəyənə, yəni qədər. Və sonra müəllif burada deməli Talh ibn Ubeydullah radiyallahu anh'ın hədisini gətirir ki, buyurur ki, Cəə rəculun ilə Rasulillahi sallallahu aleyhi və səlləm min əhli nəcin thəirər rəsi nəsma'u daviyyə savtihi və lə nəfqəhu mə yəqulu həttə dənə fəidə huvə yəsəlu anil-İslam fəqalə Rasulullahi sallallahu aleyhi və səlləm xamsu salavatin fil-yom və-leylə fəqal həl aleyyə qeyruhə qalə lə إلا أن تتوع قال رسول الله صلى الله عليه وسلم وصيام رمضان قال هل علي غيره قال لا إلا أن تتوع قال فذكر له رسول الله صلى الله عليه وسلم الزكاة قال هل علي غيرها قال لا إلا أن تتوع قال فأدبر الرجل وهو يقول والله لا أزيد على هذا ولا أنقص قال رسول الله صلى الله عليه وسلم əfləhə insadaqa. Və bu hədis ümumiyyətlə məşhur hədislərdəndir və İslamın 5 ərkanının vacib olmasına və 5 ərkandan başqa əməllərin fərz olmamasına
aid olan, yəni hədislərdən yəni biridir ki, Talha ibn Ubeydullah radiyallahu anh deyir ki, bir kişi gəldi, yəni Nəcd tərəfdən bir kişi gəldi və Nəcd tərəfdə indiki gündə götürsək təxminən, yəni Saudiyanın ətrafında olan, Riyad ətrafında olan torpaqlar, yəni Nəcd torpaqlar sayılır. Və buyurdu ki, bir kişi oradan gəldi və onun zahiri görünüşü oydu ki, saçı adı dağınıq fason idi. Yəni dağınıq, dağınığa oxşayan idi. Ya bu da onun göstərir ki, onlar uzaq səfərdən gəlirdilər. Və uzaqdan onun nəsə dediyin eşidirdik, amma nəsə dediyin başa düşə bilmirdik. Səsini eşidirdik, amma dərk eləmirdik bu nə danışır. Hətta Peyğəmbər s.ə.v gəlib çatanda eşitdik ki, o deyir ki, İslam haqqında soruşur. Yəni, İslam nədir deyə Peyğəmbər s.ə.v soruşur və Peyğəmbər s.ə.v dedi ki, gecə və gündüz 5 namaz, yəni fərz olub. Yəni, gecə və gündüz deyəndə, yəni 5 namaz, 5 vaxtda nə olub? Fərz olub. Və gecə və gündüz də mənası bu deməkdir. Yəni, bu o demək deyil ki, gecə yatıb durursan, qiyam-ü-leyl var və yaxud da nə var? Yox. Gecə və gündüz 5 namaz fərz olub, o deməkdir ki, o namazların bir qismi gecə vaxtı qılınır, bir qismi nə vaxt qılınır? İşıqlı vaxtı. Məsəl üçün, sübh namazı gecənin sonunda bitdiyi vaxtda nə edir? Axırda meydana gəlir. Yəni, əgər gecə tam bitdisə, fələk açıldısa, fələk düşdüsə, sübh namazı nə oldu? Fərz olur. Aydındır. Və bu da gecə namazı deyil, gündüzün ilkin namazıdır. Yəni, sadəcə qaranlıqda qılınan namaz, aydındır. Və sonra isə günün ilk işıqlı vaxtında qılınan namaz hansıdır? Zöhr namazıdır. Ondan sonra əsr, ondan sonra gəlir gün batanda məğrib və günün şüaları itəndən sonra artıq işə namazı, yəni fərz olur. İşə namazın vaxtı, yəni daxil olur. Və biz baxsaq, görsək, yəni həmən namazların adına, o namazların adları birbaşa olaraq lüğəti mənasından götürülən adlardır. Yəni, həmən vaxtda, yəni günün vaxtına münasib olan vaxtdır. Misal üçün, sübh namazı. Sübh namazı nə vaxt daxil olur? Sübhin girdiyi vaxtı. Sübhin girdiyi nə vaxtdır? Artıq fələq açılanda, yəni fələq daxil olanda. Və zöhr namazı artıq günəş zeniti keçəndən sonradır. Buna da, yəni günəş buradan bu tərəfə keçmədir, buna zahira deyirlər və zöhr namazı da ondan götürülüb. Əsr namazı isə günün həmən vaxtıdır, yəni asr olan, yəni vaxtıdır. Məğrib isə günəşin, yəni batma vaxtı. Yəni günəş qürub elədirsə artıq nədir? Məğrib daxil oldu. Və işə namazı artıq gecə qaranlıqda, yəni günəşin şüaları tam itdikdən sonra, gecə tam daxil olandan sonra, yəni qılınan namazdır ki, məhz bu 5 namaz, bu 5 vaxtda nə olub? Fərz olub. Və hər bir namaz da sünnəyə uyğun öz vaxtını neyləməlidir? Qılınmalıdır, aydındır. Və sonra Peyğəmbər s.ə.v həmən insan deyir ki, ya Rasulallah, bu 5 namazdan başqa namaz mənə fərz olub, yoxsa yox? Dedi, xeyr. Yalnız əgər özün artıq tətavvü eləmək istəsən, yəni əlavə nəsə qılmaq istəsən. Və sonra deyir ki, sonra İslam nədir? Deyir ki, Ramazan orucunu tutmaq. Və deyir ki, bu Ramazan orucundan başqa mənə nəsə oruc var, dedi, xeyr, yalnız və yalnız özün nəsə tətavvü eləsin, əlavə nəsə oruc tutsan. Və sonra Peyğəmbər s.ə.v zəkatı soruşdu və Peyğəmbər s.ə.v ona, yəni zəkatı neynədi? Zəkatı başa saldı. Və zəkat məsələsində isə, zəkat İslamın, yəni rukunlarındandır və qeyd etdiyimiz kimi, namazdan sonra ən çox ixtilaf olan rukun hansıdır? Zəkat rukunudur ki, və zəkat da müəyyən mal və var dövləti olan insanlara, yəni fərz olunan bir ibadətdir. Yəni, əgər sənin mal dövlətin, əgər qızılın varsa və qızılın miqdarı 85 qrama çatıbsa və onun üzərindən bir il ötübsə, sənə artıq zəkat nə olur? Fərz olur. Və yaxud əgər 595 qram gümüş dəyərin, gümüşün varsa, üstündən bir il ötürsə zəkat vacib olur. Və yaxud da ki, gündəlik ticarət edən insanlar, əgər onların zəkat miqdarına, yəni 85 qram qızıl dəyərinə düşən miqdarları varsa, üstündən bir il keçirsə o miqdara, yəni zəkat verirlər. Yəni, qızılın, gümüşün, varın, dövlətin, ticarətin öz zəkatları var və qoyun quzunun öz zəkatı var, dəvənin, inəyin öz zəkatı var, torpağın öz zəkatı var və eləxə və s. Yəni, zəkat bugünkü gündə sadəcə bizim əlimizdə olan bir dənə ticarət olduğunu və ya qızıl gümüş olduğuna görə biz bugün bu zəkatları bilirik. Bu zəkatları siz deyə bilərsiniz ki, filan şey budur, filan şey budur. Ancaq zəkat təkcə onlara deyil, əkin biçinin öz zəkatı var,
ondan sonra əkin biçində də şərt var, əgər özün sulamırsansa, əgər yağışla sulanıbsa, əgər özün sulamırsansa, deməli 20də birin verirsən, əgər yox, yağışla sulanıbsa 10da birin verirsən və onun özünün başlanğıc, yəni miqdarı var ki, 650 kiloqram, yəni buğdadan, arpadan başlayır. Və qoyunun özünün zəkatı 40-dan düşür və hətta dəvənin özünün 5-dən başlayır zəkatı və bu cürdür. Hər bir var dövlətin özünün nəyi var? Yəni zəkatı var. Və zəkat da birbaşa olaraq qeyd etdiyimiz kimi kimin haqqıdır? Kasıbların haqqıdır. Əgər bir dövlətdə varlılar çoxaldıqca kasıblar da çoxalırsa, deməli həmən yerdə varlılar düzgün çıxartmırlar və ya da düzgün çıxarırlarsa düzgün neynəmirlər? Bölüşdürmürlər. Və eyni zamanda əgər zəkat burada çıxalıb, digər dövlətə ötürülürsə, bu özdə nədir? Böyük xatadır. Hətta bəziləri görürsən ki, elm əhlindən o cür zəkat çıxarılana bu cür məsləhətlər verirlər, bu özü nədir? Böyük bir səhvdir. Əgər o var dövləti sənin dövlətində qazanıb, sənin kasıblığın sayəsində qazanıbsa, o dövləti sənin dövlətindən qıraq yerə zəkatı verirsə, bu özü nədir? Böyük bir xatadır. Demirik zəkatı batildir, sadəcə nədir? Böyük bir xətadır. Çünki biz hədisdən götürsək, Allah, Peyğəmbər s.ə.v nə deyir? Deyir ki, yuxadu min əğniyyəhim və yurad ilə fuqaraihim. Yəni, onların varlılarından götürür və özlərinin kasıblarına inir, verilir. Ya, bu cür, əgər fiqlə biz buna yaxınlaşaq, fəhmlə yaxınlaşaq və görərik ki, və bir yerdə kasıblarla varlıların, kasıbların çoxalması və kasıbların birdən-bir azalması baş verirsə, deməli, ya zəkat düzgün çıxarılmır, yəni zəkat əhilləri zəkatdan düz çıxarmırlar, ikinci, düz çıxarırlarsa düzgün neynəmirlər? Bölüşdürmürlər və nəticədə isə kasıbların sayı həddiz artda neynəyir? Başlayır, yəni artmağa. Və Peyğəmbər s.ə.v ona zəkatı başa salır və deyir ki, ya Rasulullah, bundan başqa üstümə nəsə bir əlavə var, Peyğəmbər s.ə.v deyir, xeyr, illə ən tətəvə, yalnız və yalnız əlavə edirsənsə, yəni əlavə etsən. Və düzün, burada isə o heç bir şey daha həcdən soruşmur və bir çox şərhçilər qeyd edilir, çünki o vaxtda həcc hələ fərz olmamışdır, aydındır. Və bəzi rivayətdə də o həcci rivayət etmə soruşması gəlib. Yəni, belə rivayətdə var, yəni qarşınıza çıxsa, təəccüblənməyin. Yəni, belə rivayətdə var, həcci soruşmağı da var. Əgər soruşmağı varsa, burada soruşmayıbsa, deməli, o vaxtı fərz olmamışdır. Əgər başqa rivayətdə soruşsa, deməli, qıssalar nədir? Ayrı-ayrı qıssalardır. O, bu fərz olmamışdan əvvəl ola bilərdi. O birisi isə fərz olandan sonra baş verə bilərdi. Və sonra Peyğəmbər s.ə.v onun suallarına cavab verəndən sonra o insan üzünü çöndərdi və dedi ki, vallahi bunları heç bir şeyi azaltmayacam, nə də artırmayacam. Və Peyğəmbər s.ə.v bu gedəndən sonra deyir ki, o dediyində sadiq olsa nicata çatar. Və bir çox şərhçilər elə zənn etdilər ki, burada o nəyisə azalıb azaltmaq, artırıb azalmaq, deyir, yalnız və yalnız nəyə qayıdır? Əmələ. Yəni, əməl etməyəcəm. Yəni, əlavə namaz qılmayacam, əlavə oruç tutmayacam, əlavə zəkat verməyəcəm. Ancaq bir çox şərhçilər bundan daha dəqiq mövqidən çıxış edir və dedi ki, burada məqsəd itaətlə də yanaşı nədir? Eyni zamanda da asilikdir. Yəni, o artacam, azalacam, o deməkdir ki, yəni, buna artıq əməl etməyəcəm və eyni zamanda da asiliklər edib onları eləməyəcəm, savabını azaltmayacam. Yəni, o insan sanki o əməllərlə kifayətlənir. Nə asilik edəcək, nə də itaət edəcək bundan əlavə. Və Peyğəmbər s.ə.v bildirdi ki, o əgər dediyində sadiq olsa, yəni dediyi kimi eləsə, o uğra çatacaq, nicata çatacaq. Aydındır?